Herkese salam, kanalımıza ve yeni videomuza hoş geldiniz. Müğənni Rəqsanə İsmailova və Aysun yaxın dostlarına xingəl qonaqlığı veriblər. Belə ki, onların qonağı blogerlər Ülvi və Fatimə və eyni zamanda Elmira Namazova olub. Həmin görüntüləri sizlərə təqdim edirik. Qeyd edək ki, Rəqsanə xanım öz əlləri ilə qonaqları üçün xingəl hazırlayıb. Hal-hazırda Aysun dedim, amma xəngəl istəyirəm. Xəngəlləri kəsmişik, bax beləcənə. Burada da suyumuz qaynayır. Bu pomidor. Bu da mənim soğançam. Özüm də ağrıyıram. Təpitimə qəşəng xəngəl elədim. Dedim ki, Aysun, yığ başının dəstəsini gəl xəngəli. Onlar dedi, gəlirlər xəngəl yeməyə. Və qəşəng hamısını kəsdik, tökdük xəngəli. Bax beləcənə. Canım sənə desin, təpitimə elədik. Bişirəcəyik. Özüm də hələ xəstəyəm, sağalmamışam. Hər gün sistemləri vurdururam ki, bəlkə bir özümə gələm. Bu nə azardır, bu nə xəstəlikdir. Dəhşət, özünüzü qoruyun. Sarımsaq qatıqdan çox yiyin. Mütləq. Mən ancaq sarımsaq qatıq yiyirəm neçə gündür. Öpürəm sizi. Və gələn həftə inşallah sağalıb özümə gəlib doyuğanı canlı bişirəcəm sizə. İndi isə xəngəl bişirirəm. Boşqabı boşaldım sana. İkinci boşqabı deyəcək. Mən birinci səfərdir belə yeyirəm. Ülvi, dadlıdır. Sen yiyəcəm dadlıdır. Gəlirəm. Yox, mən sizi gözlədim. Dedim Rəqsanə xanım gəlməmiş, mən yeməyəcəm. O şanslı insanlar bizik. Rəqsanə xanımın turşularından yeyib, xəngəlindən yeyib burada.